Salam aleykum, hamını yeni videodan salamlayıram. Bu günləri videonun adından da gördüğünüz kimi BYD Kim Plus'dur. 2025-ci il modelidir. Yenilənmiş versiyasıdır gördüğünüz kimi. İnşallah yaxın zamanda növbəti videolarımızdan biri də eyni Kim Plus'un 2024'də olacaq. Demək, keçən dəfə Sialın çəkilişində də bildirmişdim. Yenə də təkrar edirəm. Kim Plus 2025 və Sial 05 olan avtomobillər demək olar ki eynidir. Necə ki BYD Destroyer 05 ilə Kim Plus'un 2024'ü yalnız görünüş fərqləri varsa, motor, korobka, periodok hissələri, hətta qapılar, rama belə eyni olduğu kimi alın şüşəsinə qədər deyim sizə. Bu modellərdə də 99% ki deyə bilərəm eynidir. İndi andını isə bilmərəm, amma gördüklərimdən onu deyə bilərəm ki modellər tam olaraq birə-birdir. Demək, ön görünüşdə gördüyünüz kimi əlbəttə ki dəyişikliklər var. İstər Sial'la, istər digərləri ilə, yəni heç cürə bu modelləri səhv salmaq olmur. Ön fənərlər gördüyünüz kimi 6 ədəd bu belə bir ledlərimiz var. Mənim Sial'danca bu maşının daha çox xoşum gəlir. Yəni BYD texnologiyası iləndir gördüyünüz kimi və fənərlər tam olaraq LED texnologiyası iləndir. Və bu ferimizin sağ və sol tərəflərindən də hava üçün yerlər qoyulub ki, hansı ki əyləc sistemin soyudulmasında birbaşa olaraq iştirak edir və BYD qrupda da və digər yerlərdə də ən çox eşitdiyim suallardan biridir ki, bura dumanlı quraşdırmaq məsləhətmi yoxsa yox? Əlbəttə ki, məsləhət deyil. Çünki məsləhət olsaydı birincisi BYD şirkəti özü qoyardı. İkincisi də ki, yəni əyləc bəndlərimizin soyulması biraz daha gec olacaq və qarşısını almış olacaqsınız. O yüzden də məsləhət deyil. Qabaqda burada gördüyünüzdə də yaxından göstərim sizə. Kameranın yeri var, amma özü yoxdur. Bu istənilən BYD-lərin bu maşınadaydı. Kim Plus, Destroyer fərqi yoxdur. Yalnız yüksək komplektasiya, yəni flagship komplektasiyasında mövcud olur. Bakıda gördüyünüz 99,9% avtomobillər minimal komplektasiya da gəlir. Çünki taksiyə də sürülür. O yüzden əlavə funksiyalar heç kimə lazım deyil. Yəni taksi üçün heç kimə lazım olan şey deyil. Amma istək olduğu təqdirdə Çindən bunun əksər hallarda işlənmiş formasını tapma olur. Çünki çox nadir hallarda tapılır. İstər Destroyer olsun, istər Kim Plus olsun, bunların maksimal komplektasiyalarını tapmaq biraz çətin olur. Təkərləri gördüyünüz kimi 225-60-16'dır. 16'lıq disklərləndir. İndi kiminsə bəyənə bilər, kimsə bəyənmə bilər. Bu sadəcə olaraq icmaldır. Maşının ümumi incələməsidir. Burada biz görünüş və diskin mənim və ya digərlərinin xoşuna gəlib gəlməməsi haqqında danışmırıq. Əksəriyyət amma eşidirəm ki, bunları bəyənmir. Əlbəttə ki, icazə verilən eyni bu ölçüdə həm 16'lıq, həm 17'lik 225-60-17 istəsəz disk təkər də maşın üzərinə qoya bilərsiniz. Gəlirik maşının yan hissəsinə. Ola bilər səslənmədə biraz problemlər olsun küləklə bağlı. Heç cürə özümüzə bir dənə normal küləksiz yer tapa bilmədik. Arada da külək artır yasamalar arasında olduğumuza görə. Yan güzgülər də gördüyünüz kimi və üzərində dönmə işıqların təkrar edicisi var və digər modellərdə olduğu kimi də bunlarda da əllə, yəni mexaniki şəkildə qatdalanır. Knopka üzərindən qatdalanması yoxdur. Yenə də dediyim kimi maksimal komplektasiya bunların avtomatik qatlanması var. Ruçkalar sadə olaraq qalıb, yenə də köhnə dədə-baba qalıb. İndi yan və qabaq və arxa tərəfi də çəkilişini edəcəm və yenidən eyni şeydir gördüyünüz kimi.
bir ədəd giriş var və bu da sizin evdə şarj etməyiniz üçün nəzərdə tutulub. Və gəldik yan hissəyə. Yan hissəsində gördüyünüz kimi Kim Plus yazısıdır. BYD yazısı bu formada olanda daha çox xoşuma gəlir. Bizdəki kimi Build Your Dreams yazılmır. Bunun həm bu metalik, həm də qara rəngli olanı da Temu AliExpress'dən axtarıb tapa bilərsiniz. Mövcuddur. Bakıda da bəzi aksesuar dükanlarında mövcuddur. Və arxa fənərlər gördüyünüz kimi yenə də tam full LED texnologiyası iləndir və çoxlarının səhv saldığı niyə məndə bir tərəf yanır. Özüm hazır yandırmışam. Bir tərəfdə demək bunlarda arxa işıqdır, ağ rəngli işıqdır və bir tərəfdə qırmızı duman əleyhinə olan işıqlardır. Arkada gördüyünüz kimi qabaqda olmayan, arkada park radarı var 4 ədəd. Məncə bunu qabağa qoysaydılar, zaten arkada gördüyünüz kimi burada arxa görüntü kamerası var. Destroyer'larda da var, bütün modellerde var arxa görüntü kamerası və 4 ədəd park radar mövcuddur. Asılması buradan Y hərfinin altından belə bir bagaj həcmi aşağı yuxarı eynidir. 440-450 litr. Müxtəlif yerlərdən müxtəlif rəqəmlər deyirlər. 10 litrdən bir şey olmaz. Yəni 10 litr bagaj həcmi üçün bir şey deyil. Aşağı yuxarı bütün modellərdə, yəni bu ortalıqda olan modellərdən söhbət gedir. Kim Plus, Destroyer, Seal bagaj həcmi eynidir. Bir dənə yeganə fərq gözümə dəyən fərq odur ki, bizdə burada setka qoyublar, bu modellərdə isə yoxdur. Və sol tərəfdə də ki yanacaq çənidir və ənənəvi olaraq da 92 or above, yəni 92 və yuxarı yanacaq tələbatı qoyublar bu maşınlar üçün. Və sol tərəfdə gördüyünüz kimi ənənəvidir. Yeganə fərq dəstəyin üzərində olan açarsız daxil olmadı. Güzgülərimiz budur. Görüntü barədə rəylərinizi yaza bilərsiniz. Mənə görə Sealdansa Kim Plus, yəni köhnə 2024'də olan versiya ilə fərqli olaraq mənim Destroyer xoşuma gəlirdi, bəyənirdim deyə Destroyer aldım. Destroyerimiz də buradadır. Destroyer əldə etdim, amma bu maşınlarda bu Seal'la bunun arasında qalanda seçim olaraq Kim Plus daha çox xoşuma gəlir. Əvvəlcə arxadan başlayaq, daha sonra qabaqlara keçərik. Gördüyünüz kimi görüntü olaraq da tamamilə fərqlidir. İstər buranın olan rəngi, istər kantların, dikişlərin olan rəngi, istər qapı dəstəyi tamamilə fərqlidir. Və Kim Plus və Seal'larda olan dəyişikliklərdən də biri həm arxa, qabaq fərq yoxdur, həm də dam hissəsinin qara olmasıdır. Bu biraz tam da zil qara deyil, biraz rəng fərqlidir. Bilmirəm buna tünd yaşıl mı deyim, nə deyim, amma ümumi olaraq qara görüntüsü verir. Və arxada gördüyünüz kimi 2 dənə hava reflektoru var. Və aşağıda bir ədəd USB və bir ədəd Type-C girişi var. Hansı ki 2024 və 2025 fərqi yoxdur. Destroyer'da burada demək 2 ədəd USB yeri var idi və belə bir ciblik var rahatçılıq üçün. Və arxada ənənəvi 2 dənə işıqlarımız var. Eyni ilə bu digər maşınlarda olduğu kimi də bunlarda da arxa oturacaqlar qatdalanır. İkisi bir, biri bir və buradan siz bagaj həcminizi böyüdə bilərsiniz. Gəldik mən qabaq tərəfə. Ənənəvi olaraq deyim ki minimal komplektasiya olduğu üçün hər şey mexanikidir. İstər aşağıdan hündürlüyə qalxması, istər bel hissəsi, istərsə də ki arxa və qabağa getməsi üçün buradakı olan dəmir. Hamısı mexaniki idarə olunur. Üst komplektasiyalarda bunlar hamısı elektron idarə olunması var.
Demək, qapı hissəsində də gördüyünüz kimi arxa bagaj belə bir kropka ilə açılır. Burada bir ciblik var. 4 şüşənin 4'ünün də idarə olunması burdandır. Arxa şüşələrin kilidi, qapıların açılıb bağlanması və bu da yan güzgülərin elektron idarə olunmasıdır ki, hamısı burada var, mövcuddur. Buyurub baxa bilərsiniz. Xatırladım ki, qabaq sağ, yəni oturacağın hündürlüyə görə qalxıb düşməsi yoxdur. Yalnız sürücü üçün nəzərdə tutulub. Burada mexaniki yalnız belin arxaya və qabağa getməsi və oturacağın ümumi olaraq qabağa və irəli hərəkət etməsi üçün altdakı olan dəmir var. İndi yüngül də olsa bunları hamısını sizə göstərəcəm. Aşağı yuxarı Sial'la menyu eynidir. Sial 05'in də incələməsi xatırladım ki, kanalımızda var. Gördüyünüz kimi demək sükan və sükanın üzərində olan elektron idarə olunmaq üçün bu knopkalar tamamilə fərqlidir. Görünüş olaraq fərqlidir. Bura aşağı yuxarı eynidir. Bu mənə daha rahat gəlir kim destrorda, yəni belə bir qoyulması. Və burada xatırladım ki, simsiz şarj yoxdur. Simsiz şarj yenə də maksimal komplektasiyalarda qoyulur. Güzgüdür və burada güzgü yoxdur. Sağ tərəfdə güzgü var və bunda işığı yoxdur. Yenə də bunları da minimal bir şey olsa da belə, yəni bilməm, kira üçün 1-2 dollardır, amma bunları qoymayıb. Niyə? Çünki maksimalla bir göstərmək üçün ki, hansı fərqlər var. Onu yalnızca oraya əlavə edib. Hətta maksimalda orada işığı da var. Demək, gəlin sükanın üzərində olan knopkalardan izah edeyim. Demək, üstdən başlayaq. Burada menyunun sağa sola, yəni burada olan, bu üzərindən gəlirsiniz. Burada olan menyunun sağa sola dəyişməkdir. İndi menyunu da izah edəcəm. Sağa sola bu gördüyünüz kimi səs azaldıb çoxaldandır. Burada basırsınız və Çin dilini bilsəz, böyük bir üstünlük verir maşına. Axtarış sistemidir. Buradan müxtəlif komandaları verə bilərsiniz. Sadəcə olaraq yalnız Çin dilində olduğu üçün bu bizi məhdudlaşdırır. Zəncilərə girmək üçün olan menyudur. Həm yes olaraq da istifadə edə bilirsiniz, həm də Bluetooth qoşulu olduğu halda kontaktlarınızı və sonuncu gələn gedən zəncilərə buradan menyu daxil ola bilirsiniz. Bu həm geri butonudur, həm buradan menyuya daxil olmaq üçün bir şeydir, həm də zəncilər zamanı da ad boy vermək üçün bunu da istifadə edə bilirsiniz. Sol tərəfdə də gördüyünüz kimi demək avtopilot üçün idarə olunan avtopilotdur. Bu onun imtinasıdır. Bu sürətin azaldıb çoxaltılmasıdır. Bu saxlanılmasıdır. Və burada bu bizdə yoxdur, amma burada da bir digər menyunun, bunun içərisində olan menyunun təkrar edicisidir. Baxın, burada demək yanacaq sərfiyyatını göstərir. Bunu özü ilə dəyişməlisən. Hal-hazırdakı yanacaq sərfiyyatını göstərir. Bu demək tokla hansı məsafə qalıb və yanacaqla hansı məsafəni qət edə bilərsə onu göstərir. Ümumi sərf olunmuş 333 litr yanacaq sərfiyyatıdır. Sürüş saatıdır, ortalama sürətdir. Plugin neçə saat şarj, nə qədər şarj olunub, 115 kW'lıq şarj olunub maşın. Bu maşının işləmə prinsipi də indi motorla mı işləyir, şarjla mı işləyir, yoxsa şarj olur, onu göstərir. Və ümumi yanacaq sərfiyyatımızda, yəni hal-hazırda çoxumuz bunu saxlayırıq ekranda. Məncə sükanla hər şey aydındır. Sükan aşağı yuxarı üzlənməsi falan keyfiyyəti eyni qalıb. Burada belə bir Çin yazısı var. Airbag var maşında. Demək, airbaglar haqqında heç vaxt məlumat verməmişdim. İndi airbagın yazısını gördüm, yadıma düşdü. Əlbəttə ki, siqnaldır. Airbaglər həm
stoykaların üzərində var. Sağ və sol stoykalarda var. Demək, burada var və oturacaqların böyründən də üzü belə vuran airbaglər var. Əlbəttə ki, şitdə də var. Demək, indi ötəri olaraq da menü haqqında sizə məlumat verəcəm. Əslində menü haqqında digər modellərdə də göstərmişəm. İndi yenə də baxma, birinci dəfə də ola bilər kanalımda sırf Kim Plusun incələməsi üçün girənlər var. Ola bilər. Menü ümumi olaraq budur. Bu bütün proqramlar, üzərində gələn proqramlarda heç bir proqram yazılmayıb. Voice Assistant-da dediyim kimi rolda olan həmin o səs axtarışıdır. Bluetooth fondur, bunu açırsınız. Bluetooth müzik açırsınız. Nə vaxt ki Bluetooth-la nəsə qoyursunuz, Bluetooth fon buradan Bluetooth bağlantınız varsa kontaktlarınızı, zənglərinizə baxa bilərsiniz. Online radioda işləyəsi deyil. Yalnız çini tutur. Media Center'da flaşka salmışsınızsa oxuturmaq üçündür. İmicdə girirsiniz, arxa görüntünü daimi olaraq izləyə bilərsiniz. İstər hərəkətdə, istər fərqi yoxdur. Music'də Kuvo'dur. Bunlar müxtəlif kino və mahnı, bunların özlərinə aid olan şeylərdir. Heç biri bizdə işləyəsi deyil. Bunlar ekran görüntüsü, yəni temaları üçün istifadə olunandır. BYD Store'dur, bizdə işləməyəcək. Burada alt menüdə File Manager'da yükləmələrdir. İstifadə olunması başqa heç bir şey yoxdur. Albomda indi bunun yaddaşına bilirsiniz ki, nələrsə ata bilərsiniz. Video, şəkil, mahnı və s. Burada şəkillərə girib baxa bilərsiniz. Bu maşının kitabçasıdır. Nastroykadır, Smart Charging'dir. Burada saatlar qoya bilərsiniz ki, hansı saatdan hansı saata şarj olunsun. Turbo moddur, istifadə edə bilərsiniz. Bir proqram tutaq ki, istifadə olunub çevriləndən sonra o proqramı bağlayır, RAM zəif olduğuna görə. Optimizasiya üçün bunu söndürsəz, yazdığınız proqramları çevirdikdən də sonra istifadə edə bilirsiniz. Xəritə də işləmir. Bu da dediyim kimi onların hansısa daxili proqramlardır. Musiqi üçün bunu istifadə eləməmişəm. Bilmirəm, bu onların brauzerləri kimi bir şeydir. Bu onların WhatsApp-ıdır, TikTok-dur. Bu bilmirəm nədir. Belə. Daxil olaq menüya. Menüdə demək Wi-Fi-dır. Əgər sim kart salmışsınızsa, halbuki buna Çin simi gedir. O yüzden bunda hotspot açmaq olmur. Bluetooth bağlantısıdır. Buradan equalizer'ı idarə edə bilirsiniz, səsləri idarə edə bilirsiniz. Bu bizdə işləyəsi deyil, bunun üçün account lazımdır. Display'dir, yəni display'in burada yarkısını çoxaldıb azalda bilirsiniz. Burada sönülü rejimdə olanda, yəni buradan sönülü rejim bu. Burada qoyulan saatın formasını seçirsiniz. Burada bunu avto rejimə qoysaz, demək, səhərlər açıq olur, axşamlar qaralır. Bu da digər bu olan ekranın yarkısını azaldıb çoxaldmaq üçündür. Burada yenilənmələr falan gəlir, amma bizdə o gəlmir. Çində gəlir. Burada proqramlarda onlara verilən icazələr və s. onlar üçün olan menüdür. Qurtalamasaz yaxşıdır. Buradan saatı dəyişə bilərsiniz. Məsələn, buradan Dubai yox, məhz Bakını qoya bilərsiniz. Burada saatı 24 saatlıq formatda yoxsa 12 saatlıq formatda onu qoya bilərsiniz. Language maşın birinci gələndə Çin dilində olur. Buradan dəyişə bilirsiniz, İngilis dilinə qoyursunuz. Yenə də razılaşmalardır falan da oxumalısınız. Ora girməyə ehtiyac yoxdur. Sürüşmə əleyhinə olan ESC-də bunu söndürmək üçün bunu aktiv eləməlisiniz. Amma sürüşmə əleyhinə olan sistemdir də. Demək, arxa radarın, park radarın söndürüb yandırılması üçün olan menüdür. Buradan save rejimi və avto rejim var. Bunlar haqqında kanalda videolar var. Bu ayrıca bir videoluk bir şeydir. Bunları izah eləmişəm. Geniş ətraflı. Bu təkrar enerjinin hasil olması üçün larger və standart rejimləridir. Bu demək burada faizlə yoxsa kilometrajla göstərmək üçün olan bir menüdür.
Bu arxa şarj krışkasının daimi açıq, bağlı və yaxud da smart rejimdəsə, maşın bağlıdsa bağlı olur, açıqsa açıq olur. Odur. Burada enerji istifadə elədiyiniz enerjinin şeyinə baxa bilərsiniz. Burada ümumi sərfiyyat neçə min kilometr sürülüb, ümumi yanacaq sərfiyyatınız ortalama və s. Burada bayaqlar menyuda göstərdiklərim burada geniş ətraflı yeri var. Demək, burada yerində duranda yalnız istifadə edə biləcəyiniz bu qabaq qabaret işıqlarının yandırıb söndürülməsidir. Buradan işığı qaldırıb hündürlüyün azalda bilirsiniz. Demək, bu maşını bağlayandan sonra neçə saniyə sizi işıq yanıb yola salsın və neçə saniyə qarşılasın, bu onlardır. Artırıb azalda bilərsiniz özünüzə uyğun. Bu sükanın, bu tormozun sport rejimdə daha həssas olub və yaxud da komfort olması üçündür. Bu sükanın sport və ya komfortda olmasıdır. Buraları qurtdalamasınız, yaxşı dələ üstündə rahat gəlir. Bu kondisionerin funksiyalarıdır. Bunlar da smart power on, smart power off yandırırsınız. Maşına daxil olan kimi maşın özü hazır işə düşmüş halda olur. İstəsəz söndürə bilərsiniz. Bunlar maşının dəstəyi ruçkasının üstündə olan açarsız daxil olma knopkası ilə həm şüşələri tamamilə aça bilərsiniz, həm də tam olaraq da qaldıra bilərsiniz. Onlar üçün də bu aşağıda avtolog, yəni maşın tərpənən kimi qapıların bağlanmasıdır. Buradan bu maşında olan bütün səslər, yəni açarı içəri sal və yaxud da şüşələri nömrəməni vurmadan, yəni müxtəlif növ xəbərdar edici səslərin yandırıb söndürülməsidir. Burada servisdir. Ən çox bunu sizə göstərmək istəyirəm. İndi göstərəcəm onu. Burada bunu aktiv eləsəz, burada servisdir. Məsələn, 90 gündən sonra, neçə gündən sonra sizə yadınıza salsın. Buradasa neçə min kilometrdən sonra yadınıza salsın ki, servisə gedəsiniz və ekranda bunun daha böyük versiyasını burada görəcəksiniz. Burada bunu yandırdıqda, aktiv elədikdə bunlar gəlir, bu rejimə düşür. Bunları arxaya qatdalayıb rezinlərini dəyişə bilərsiniz və yaxud da maşını silən vaxt istifadə edə bilərsiniz. Tire pressure, təkərlərin havası düşəndə buradakı nal işarəsi düşür. Həmin o nal təkərin havasını yenə də stabilə gətirdiyindən də sonra buradan resetləmək lazımdır. Confirm verirsiniz. Yoxluyur. Görürsünüz. Nal işarəsi. Və sıfırlayır. Yəni nal işarəsini itirmək üçündür. Yenə də bunlar razılaşma da user manualdır. Bu nədir? Electric parking trailer mod. Bu da xəbərdar edicilərdən biridir. Burada bu account olmasa car status görsənməyəcək. Yoxlayır ki, maşında bir problem var, yoxsa yox. Belə ümumi menü haqqında bu qədər. Burada biraz dəyişikliklər var, sildəki kimi deyil. Gördüyünüz kimi sürətləri dəyişmək üçün bunu qabağa verəndə era keçir. Gördüyünüz kimi arxaya keçir və arxa görüntüsü açılır. Drive rejiminə qabağa getmək üçün drive rejiminə atırsınız. Və bir dəfə yüngül çevirdikdə indi keçməyəcək. Neytral rejiminə keçirmək üçündür və üstdən basırsınız. Parking və o eşitdiyiniz səs də demək ruçnoy çəkilməsidir. Avtomatik ruçnoy çəkilir. Heç bir halda, heç bir yerdə, yəni nə enişdə, nə yoxuşda əlavə olaraq ruçnoyu axtarmağınıza ehtiyac yoxdur. Əl ruçnoy ilə özüm çəkim. Dayanırsınız, ayağınız tormozda, parkinqə atırsınız, özü ruçnoyu çəkir. Heç bir qorxusu da yoxdur. Və burada gördüyünüz barda çoxdur. Böyüdür, balacadır, onu özünüz qərar verəsiniz. Normal qabaritləri var. Burada belə bir yeri var. Qoltuq altında burada 2 dənə stakan altlığı var. Və xatırladım ki, minimal komplektasiyalarda burada dirsək altlığı olmur. O yalnız fulllarda olur. Və bir üst komplektasiya da hətta belə
Onlar mövcud olur. Burada da bildiyiniz Dədə Baba bir çox maşınlarda indi belədir. Bunları göstərməyə məncə ehtiyac yoxdur. Öz üzə tərəfdarsız suyu vurur. Yəni şüşə təmizləyicidir. Aşağı verirsiniz, bir dəfə işləyir və yuxarıda 3 rejimi var. Orta, yavaş, orta və ağır rejimdə, yəni daha tez-tez işləməsi üçündür. Burada çoxlarının istifadə eləmədiyi pavorotnikdir. Sağ, sol. Dumanla yandırmaq üçün ən azı hansısa bir rejimdə olmalıdır. Bunu bir dəfə qaldırırsınız, düşür aşağı. Gözlüyüm bir dəqiqə göstərim və bu işarə gəldikdən sonra bilə bilərsiniz ki, arxada dumanınız yandı. Və avto rejimidir. Daimi olaraq da tövsiyə edirəm ki, bunu elə avto rejimdə istifadə eləyəsiniz. Və burada olan knopka ilə də gördüyünüz kimi burada bu odometr, trip A, trip B, heavy rejim, yəni hibrid rejimdə və elektrik rejimdə hərəkət elədiyi göstəriciləri dəyişə bilərsiniz və trip A, trip B-ni bunu sıxıb saxlayaraq da yeniləyə bilərsiniz. Demək, start stopdur, sürüşmə əleyhinə qar rejimidir, avtoholddur. Yəni avtohold nədir? Gəldiniz, məsələn tıxacda dayandınız, ayağınızı tormozdan çəkirsiniz, maşın özünü saxlayır. Qazı basan kimi də hərəkətə başlayırsınız. Avtoholddur. Buradan siz bunu yuxarı verdikdə EV, yəni tam elektrik rejimə və hibrid rejiminə keçə bilərsiniz. Demək, qaza əleyhinə olan işıqlardır. Belə də ki, həm çox sağ ol, həm sağ ol, nə bilim, nə var, nə yox, hər bir şey üçün də istifadə edə bilərsiniz. Toyda, kartecdə və hər bir yerdə. Buradan, demək, bunu basdıqda aşağı görürsünüz, rejimlərdir. Ekonom, normal, sport və qar rejimidir. Belə. Bu alın şüşəsinin 7-ci rejimini atır, yəni daha tez parının təmizlənməsi üçündür. Və buradan da kondisioneri yandırıb söndürmək üçündür. Yəni buradan da istəsəz, buradan da on-off, yəni burada bunu bassaz, görürsünüz, off rejiminə keçdi. Və yaxud da buradan bunu yandırsaz, buradan aktiv olduğunu göstərir. Burada təkrarən yenə də rolda olduğu kimi səsin azaldıb çoxalması üçün olan rolikdir və üzərinə bir dəfə də basanda ekranı söndürülmüş hala gətirir. Belə standart güzgümüzdür. Məncə maşın haqqında bir qaranlıq qalan bir şey olmadı. Yenə də nə suallarınız varsa buyurub verə bilərsiniz. İndi burada səsini yoxlamaq istəmirəm. Akustikası bəllidir ki, yəni qiymətinə görə, mənə görə normaldır. Çox da mahnıya qulaq asan deyiləm. Gördüyünüz kimi 2 arxada və 2 qabaqda belə bir üzərində gələn standart audio üçün olan kolonkalarımızdır. Arxada heç bir şey yoxdur. Onu istəsəz, səs sizə az gəlsə yığdıra bilərsiniz. Üzərində gələn mənim üçün kifayətdir. Mən elə də bir nə mahnıya qulaq asıram, nə də böyük yüksək səslə heç bir mahnıya qulaq asmıram. Belə, bu videomuzdan da bu qədər. Çəkilişdə gəlib maşını bizə təqdim edən qardaşa da buradan təkrarən çox sağ olumuzu bildiririk. Nə sualınız qalsa, nə qaranlıq qalsa, buyurun yenə də suallarınızı verə bilərsiniz. Mütləq şəkildə hər birisini cavablandıracağım. Videonu bəyəndirsə, zəhmət olmasa videonu bəyənin, paylaşın və rəylərinizi yazın. Aktivlik olduqda YouTube bu videomuzu digər YouTube istifadəçilərinin qabağına çıxacaq. Bu da kanalımızın aktiv olmasına səbəb olacaq. Allah hər birinizi qorusun. İnşallah ki, gələn videolarda səslənərik. Sağ olun.